Deyəsən səhv gəlmişik. Xəritəyə baxa-baxa səhv gələn ilk insan ola bilərik də biz. Qıraqdan da mənə baxırlar, video çəkdiyimi görürlər, deyirlər ki, bu 100% özündən razıdır falan. Amma içimdə nə qədər də minnoş bir insan olduğunu bilmirlər. Sizə Şamaxı şəhərinin tarixini danışacağım. Gözlüyünü maariflənəcəyimiz bir yerdə. Hər nə də olsa Xaçmazın Nabranının yerini verə bilməz, amma Nənə Babayevinin yerini verə bilməz, amma nəysə də idarə eləyəcəyik bundan. Samir. Ay Samir. Samir. Qurdalamıyasın bəlkə? Qurdalamıyasın bəlkə? Sen cahil olduğun için olabilir mi acaba? Mənə də görün. Yeməyimizi yedik. Buranın adı nə idi? Sərin nə? Sahil. Sərin sahil. İndi yoxlayırıq, bax sərindir. Aha, dayı balıq tutur, mən də istəyirəm o balıq tutan şeyi əlimə almaq istəyirəm oltandan. Utanıram deməyində, bilmirəm nə edəcəm. Ankastremi yenib gəlib deyim ki, onları mən də tutum. Amma mən tutsam mən kim çəkəcək? Mən qorxuram. Dayılar birdən nədir, iki dənə olur. Baxın, indi o dayını çaktırmadan göstər. Olamaz. Nədir belə? Mən vaxtım. Elə bir yerdəyəm ki, biraz vaxtım dardır. Yəni sənə uzağı nə vaxt deyim? Yəni onlar nə qədər gözləyirəm? Всё. Gün ərzində deyəcəm. Bir dənə balıq tutuldu. Dördə nə? Kaldır yenə. Önce tavalıyı ver. Balığı gözləyir, bax 100%. Ay səni. Bax Seymur YouTube'uma. Sən YouTube atacaqsın. Mən heç üçün atma. Atacam sən görə. Bəbəş olduğu üçün biz gəlmişik Samir'i elətməyə. Bəbəş Samiri. Sərin mehil yadından çıxdı yenə. Sərin səhəri idi yoxsa sərin sahil? Hə, sərin sahil. Sərin sahildən çıxdıq. Yəni gələ bilərsiniz. Denəndə onaylandı. İndi otağımıza gedirik. Oy, nə pis çəkir kameram. Dovşan necə çağırılır, mən nə bilim. Nə olar ya? Telefonu da həmişə kimi əla çəkir. Aa, bu mənzərə qəşəngdir. Buradan görürsən balkon var. Var deyəsən. Yops. Aa, buranın mənzərəsi çox qəşəngdir. Aha, nəhayət biz gəldik, yerləşdik və mən səs ata biləcəyim, daha doğrusu danışa biləcəyim, səs atmaq nə? Danışa biləcəyim bir otaq tapdım. Deməli, mən bəzi maruzatlarım olacaq, indi onlardan danışacağam. Əslində,
Biraz daha burada günah məndədir, yəni negativ mənəm burada. Negativ və pozitiv yanlarından danışsam, amma negativ mənəm də, yəni qardaşı pozitivdir. Deməli, hər şeyin bir-birindən uzaqda olması. Adətən otellərdə hər şey içdə olur, hamısı eyni, yəni bir binanın içində olur da, kampus kimi. Amma burada elə deyil. Əslində bunu mən bilmirdim. Bizimkilər bilirdilər, amma mənə deməyiblər. Nəyə çətinlik çəkirəm? Bu əslində məndən asılı bir şeydir. Yəni heç kəs problemi deyil, mənim problemimdir. Mən çox iyrənirəm. Bu əslində yaxşı bir şey deyil. Çox iyrənməkdə axırda gəlib xəstəliyə zad da çıxara bilər hətta. Özüm nasıl deyirlər? Məsəl üçün qabağımda adamlar ki, heç elə bilər dəliz adam özümə danışım. Məsəl üçün burada yastıq məsələn var da, başımı yastığa qoymalıyam axı. Yadıma düşür ki, yastığa məndən əvvəl 70 min insan başına qoyub. Avtomatik olaraq mən başlayır ürəyim bulanmağa. Bir baxanda əslində rayon yeridir də, nə də olsa əl-üzümüzü yuduqdan sonra sildiyimiz dəsmalımız, onun hörümçəyi var idi. Mən heç baseylə girməmişəm. Amma bu dəqiqə o qədər yorulmuşam, yuxum gəlir. Bir də ancaq yatmaq istəyirəm. Bizimkilər deyir ki, sən istirahət etməyi bacarmısan. Əslində düz deyirlər, amma neyniyim? Yuxum gəlir, yatmaq istəyirəm. Makyajımı elədim. Bayaq birinci biraz qəribə görünürdüm. Adam oxşamırdım. İndi makyajımı elədim. Baxın. Bu arada mənim highlighterıma baxın necə parıldayır. Hətta daha çox parıldayır, kamerada görünmür. Sonunda istədiyim o highlighterda bir dənəsi var idi, mən tozluydu. Amma üzümdə istədiyim kimi durmurdu da, belə simsimi idi, şüşə görüntüsünü vermirdi, amma bu verir. Mən əsəblərimi kim oynatsın bəs burada? Samirdən başqa. Sim durmayan, o şüşə kimi duran highlighteri tapdım. Budur, Golden Rose'umdur. Bu neçədir? 201'dir ən açıq olan. Bir də blushım, o da buradan tam görünmür. Amma mənim çox xoşuma gəlir. Bu L'Oreal'ın Lumi blushları var. Bu neçədir? Bu da pink olan. 625. Bu da ən pink olan, ən çəhrayı olandır. Bu ikisi çox xoşuma gəldi. Çox gözəl getdi. Mən normalda makyaj şeysi göstərən adam deyiləm, amma ki bunun üzümdə qalmağı tam o TikTokda videolarda baxın, tam elə dururdu adamın üzündə. Bu da o istədiyim pigmenti verir. Biraz çəkirsən o pigment. Prosta işıqsız yerdə çox çəkməyin, çünki sonra işıqlı yerə keçəndə görürsüz ki, biraz klon oxşamısınız, palyaçoya dönmüsünüz. Baxın, burada nəsə gəzirindir. Mən gələ evimdən çölə çıxmayayım, ya Allah haqq. Belə baxanda da onsuz da günah burada məndədir. Mən heç nə, mən hər şeydən çox iyrənirəm. Yəni mən bilirəm ki, bura möhtəşəm şəkildə təmizlənmiş belə olsa, yenə mən narazılıq tapacağam. Amma yenə də, yəni hər insan fərqlidir də, hamı eyni olmaq məcburiyyətindədir. Nəysə, əsəbləşdim. Baxın, makyajıma, o dediyim şeyə, o dediyim parıldamaya, əslində belə də günəşə yanmışam, parıldamam çox normal. Növbəti destinationımız yemək yeməkdir. Mənim ürəyim istəmir yeməyimi. Ürəyim bulanır. Neyiniyim? Bulanır da, yəni. Elə mənə deyirlər ki, sənin bayrığın yoxdur. Ürəyim bulanır, neyiniyim? Götürüm ürəyimi sıxını çıxarırım. Bulanır da, baş verirəm, neyiniyim? Nəysə, indi özümü gücünə də olsa şey eləyəcəm ki, yemək yiyeyim. Bəs sonra bunun oteldə gecə öləcəm acından, onu eləməmək. Sonra acından ürəyim bulanacaq. Acından ürəyim bulandığı üçün yemək yiyəməyəcəm. Yemək yemədiyim üçün də ürəyim bulanacaq. Bu olacaq paradoks. Ona görə də məcbur gələ yiyeyim. Heç özümü çətin də olsa, çətindəyəm, dağdayam, yaxşı. Hə, özümü çətin də olsa şey eləyəcəm. Nəysə, indi mən sizə buranı gəzdirəcəm. İtlər var, prosta qorxuram ki, qabağımıza. Tam da uşaq məndim. İt 1, İt 2, pişik 1. Necə mehriban yaşayırlar, itlər və pişiklər, Samirlə mən kimi. Hə, buradakı o adamdan soruşdum. Onlar dedilər ki, it heç nə eləyən deyil sizə. Ona görə relaks oldum mən də. Buradan keçəndə it var idi. Mən az qalsın. Əslində mən heç nə eləmirdi. Yanına şüvənlik saldım prosta. Burada oxşadır bizə Heydər parkını. Xalqlardakı Heydər parkını. Üzü yuxarı çıxsam nə olar? Üzü küləyi. Üzü yuxarı çıxsam, üzü yuxarı getmiş ola bilərəm. Heç nə olmayacaq başqa. Üzəndə də mən əslində nə qəşəngdir bura belə. Saçlarımı açım şəkil çəkdirim. Hə, qəşəng şəkillər çəkdim. İndi davam edə bilərik. Buna baxın, bir dənə ton düşə. Getdi. Bunlarıma baxın, hamısını yemləmişəm. Hamısı mənim balalarımız. Hələ də nəsə istəyir, bu hələ də nəsə istəyir. Aha, qırğın. Bu baxdı belə. İndi buna da almaq lazımdır. Buradan da çıxdıq. İndi next destinationımız şeydir, Pirquludur. Telefonumun arkasını full eləmişəm ki, full mahnıya qulaq asa bilim yolda. Biraz da ürəyim bular. Rəhbərləmək keçdi, təzədən qayıtdı. Başa düşmürəm nədir. 100% həyəcanlandı. Allah bilir nəyə takmışam. Dostlar, Samirin mədəsi dayanmır. Axşam bizə konsert verəcək. Soyuq deyə. Dostlar, bu uşaq çox romantikdir də. Yenə mənə gül gətirib. Əvvəlki videomu izləyənlər başa düşür nə demək istədim.
Salam dostlar. Yeni bir gündən hamıya salam hop. Gedib resepsiyondan istəməliyəm bir dənə qələmlə bir dənə dəftər gətirməmişəm, yadımdan çıxıb. O videoda danışacağım punktları qeyd edəcəm. Bir də istəməliyəm Adnarazov stakan. Baxım var, bax mən artıq başa düşdüm ki, gələn dəfə belə bir yerə gəldikdə mənə gətirməliyəm. Hər dəfə bir şey əlavə olunur da siyahıya. Bax məsələn Adnarazov stakan mütləq gətirməliyəm. Bir dənə Crocs almalıyam. Ve GoPro'nun istək deyil, ehtiyac olduğunu başa düşdüm. Bir də GoPro almalıyam özümə. Alta IBAN qoyacağam. Məhz zəhmət olmasa mənə pul atarsınız da alıb. Two hours later. Ürəyim çəkildi dayı. Vaxtlar bu yaxşı. Sən deyərsən ki, ay Nuraya hədiyyə almaq istəyirəm, nə alım? Fikir verirəm prosta sənə ki, bax. Yəni GoPro ala bilərsən. GoPro ala bilərsən. Yaxşı. Yanında saxladın. Yaxşı Samir, cool deyilsən. Yakışıklı cool olanlar kimi deyil. Orada insanların yaşadığı düşünəndə çox qəribə oluram. Bitdi macəramız və gəlmişik son dəfə yemək yeməyə, axşam yeməyi yeməyə. Və mənim qanımı son gün qaraltdılar. Götürüblər bizi yenə günorta eləyiblər. Belə şey olar. Günorta 3-cü, 4-cü kursda alınmır. Biz təcrübə, nə bilim, kurs, murs, ora bura iş falan alınmır da. 3-cü, 4-cü kurs biraz daha kritikdir axı. 1-2-də hə, cəhənnəmdə heç nə eləməsən də olar, amma 3-4-də gələk əməlli nələrsə eləyəsən də, onunla əlləşirik ki, görəsən düzələcək, yoxsa düzəlməyəcək. Mən bu videonu yükləyənə qədər yəqin cavab bilinər artıq düzəlib düzəlməyəcək. Əslinə baxanda biraz səhər tezdən durub həll edərəm hər şeyi, amma ki o səhər mən olsam da səhər tezdən duracağam. O heç. Səhər mən biraz fərqlidir. Yəni birdə artıq dərs bitir. Birdən sonra azadsan. İstədiyin yerə get, istədiyin kursa get, nə edirsən elə. Mənim dostum yenə burdadır. Doymaq bilmir. İndi qutaracaq və yuxarı baxacaq təzədən ki, ver. Aha, başladı yenə. Ay, ay, ay. Aha, bu da nasibini aldı. Rahmetsen bu yerlere Samir Bey hoş gelmişsen Samir Bey hoş gelmişsen Sen metenin merde olsan Önlerimize sen bağlısan Merkşinin merde olsan Rahmetsen bu yerlere Samir Bey hoş gelmişsen Samir Bey hoş gelmişsen Marşacım merde değil Gelişiniz olsun değil Rahmetsen bu yerlere Samir Bey hoş geldin Samir Bey hoş geldin Yayın mübarek olsun Bugün mübarek olsun Buraya gelen Nuray'ım Ata-anası sağ olsun Buraya gelen Nuray'ım Ayakları var olsun Yaxşı istirahət Sağ olun. Mən sizi oktyabr ayından salamlayıram və hələ də o videonun vloqunu paylaşmamışam Şamaxının. Və indi yadıma düşür ki, mən Şamaxın tarixindən danışmamışam o videoda, yadımdan çıxıb. İndi danışıram. Deməli, o vaxt Şam şəhərinin başçısı Şamaxı şəhərinə gəlib. O vaxt Şamaxı şəhərinin adı olmayıb da. Şamaxın başçısı deyib ki, bəs buranın adını nə qoyaq? Bu gələn başçı da Şam şəhərindən gəlib. O da deyib ki, gəl, bu Şam əxi olsun. Əxi də qardaş deməkdir axı. İndi oğlanlar bir-birlərinə əxi deyirlər. Şam əxi olsun, Şamın qardaşı. Bu iki şəhər qardaş olsun. Yəni belə bir rəvayət var idi bizim tarix kitabımızda. Nəysə, o Şam əxi sonradan olub Şamaxı. Ola bilsin nəyi səhv dedim, ola bilsin hansısa bir dövlət falan bəlkə səhv dedim, amma ki belə bir hekayə var idi, yadımda qalan budur yəni. Bu nədir? Onu da düz deyirsiniz. Hə, yəni belə. Hekayə buydu.